Xoş gördük dəyərli izləyicilər, əziz kanalımızın abunəçiləri. Hamınızı 28 maydan salamlayıram. Bu günləri metronun 28 may metrosunun çıxışında əla bir binada qanuni 3 otaq 121 kvadrat ümumi sahədən ibarət olan bir mənzili sizlərə çəkim. Təqdim edəcəm, mənzilimiz tam əşyalı və texnikalı şəkildə satılır. Burada mənzilin giriş qapısını görürsünüz. Giriş qapıdan daxil olduqda belə bir geniş dəhliz isə bizi qarşılayır. Üzbəyüzdə şüşəli dolabdan istifadə olunub, sağ tərəfdə isə bu cür restorandan istifadə olunmuşdur. Girişdən sol tərəfdə mənzilin hamam otağı yerləşir. Bu hissədə mənzilin böyük yataq otağı yerləşir. Burada qonaq otağımız, bu tərəfdə kiçik yataq otağımız, mətbəx və burada isə kiçik ölçülü sanitar qovşağımız yerləşməkdədir. Gördüyünüz kimi tam əşyalı, tam təmirli bir mənzildir. Təmirdən sonra yaşayış olmayıb mənzildə. Mənzilin divarlarında aboydan istifadə olunmayıb. Hamısı qumlu, teksturalı, məxməri boyalardan istifadə olunmuşdur. Metlaq olan hissələrdə mətbəx, dəhliz və sanitar qovşaqlarında isti döşəmədən istifadə olunub. Mənzilimizdə otaqların yerləşmə yerini sizə göstərdim. İndi isə keçək otaqlarla tanış olaq. Gördüyünüz kimi bu hissədə mənzilin böyük yataq otağı, valideyn yataq otağı yerləşir. Kifayət qədər genişdir. Əla təmirlidir burada. Tam əşyalıdır. Mənzildə istilik sistemi kombidir. Kombi batareyaları da otaqlarda yerləşdirilmiş şəkildədir. Bütün otaqlarda LG markalı kondisionerdən istifadə olunub. Həmçinin mətbəx də daxil olmaqla. Yataq otağını görürsünüz. Burada belə bir make-up qoyulub. Yataq mebeli və burada şkafdan istifadə olunmuşdur. İşıqlandırma sistemində stoplardan, buralardan, lüstrdan istifadə olunub. Gördüyünüz kimi bu şəkildədir. Yataq otağını gördünüz. Keçək mənzilin mətbəx hissəsinə. Mənzilimiz yerləşir 17 mərtəbəli binanın 7-ci mərtəbəsində. Qanuni 3 otaqdır. 121 kvadrat ümumi sahədən ibarətdir. Tam əşyalı və texnikalı şəkildə satılır. Mənzildə təmirdən sonra bir gün belə yaşayış olmayıb. Burada mənzilin ən gözəl hissələrindən olan mətbəx hissəsi yerləşir. Mətbəx mebelimizdə gördüyünüz kimi tam boy şəkildə quraşdırılmış şəkildədir. Burada da həmçinin LG markalı kondisionerdən, burada sobadan, moydadır, qaz plitəsi, həmçinin qabyandan istifadə olunub və burada isə Samsung markalı soyuducu qoyulmuşdur. Mətbəximizi görürsünüz. Belə buralardan istifadə olunub. İşıqlandırma sistemi spotdur, lüstrdur. Burada da həmçinin digər otaqlarda olduğu kimi aboydan istifadə olunmayıb. Lepka işləmələrimizi görürsünüz. Daraq lepka işləmələr. Burada mərmərdən istifadə olunub divarda. Mətbəximizdən eyvana çıxışımız da mövcuddur. Eyvanda kombi aparatı, digər kondisionerlərin motorları yerləşdirilib. Mənzilin qarşısı açıqdır, gün düşən mənzildir. 28 may metrosuna 200 dəqiqəlik piyada məsafəsi var. Metronun düz yanındadır. Qaydırıq mənzilin dəhliz hissəsinə. Burada kiçik ölçülü sanitar qovşağımız yerləşir. Gördüyünüz kimi bütün lazım olan aksesuarlarla təmin olunub. Bu hissədə isə mənzilin hamam otağı yerləşir. Oranı da sizlərə göstərim. Gördüyünüz kimi duş kabinadan, moydadırdan istifadə olunub. Burada da həmçinin burada paltaryan da qoyulmuşdur. Keçək mənzilin qonaq otağı hissəsi ilə də tanış olaq. Ən gözəl hissələrindən biri olan qonaq otağımız burada yerləşir. Burada tam təmirli, tam əşyalı, texnikalıdır. Gördüyünüz kimi pəncərələr vitraj pəncərədir, qarşısı açıqdır. Burada da həmçinin LG markalı kondisionerdən istifadə olunub və həmçinin də LG markalı televizor qoyulub. Mebel dəstəsini görürsünüz. Tam təzədir, yenidir. Mənzildə təmirdən sonra bir gün belə yaşayış olmayıb. Tam təmirlidir, tam hazırdır. Burada da həmçinin gördüyünüz kimi belə bir dekordan istifadə olunub. Qonaq otağını görürsünüz. Qonaq otağının ölçüsü kvadrat ölçülüdür. Gördüyünüz kimi normal ölçüdədir, genişdir. Keçək mənzilin son otağı olan kiçik yataq otağına. Ondan sonra mənzil haqqında ümumi məlumat verəcəm.
Burada gördüyünüz kimi mənzilin kiçik yataq otağı yerləşir. Bu otağımızda da kondisionerdən istifadə olunub, qoyulub. Yataq otağı mebelləri, həmçinin dolabımız da qoyulmuşdur. Gördüyünüz kimi mənzilimiz gir yaşa mənzildir. Ancaq paltarlarınızı, şəxsi əşyalarınızı götürüb gəlib yaşanması bir mənzildir. Mənzil haqqında ümumi məlumata keçək. Mənzilimiz yerləşir 28 mayın metrosunun çıxışında, Azadlıq prospektində 17 mərtəbəli premium binanın 7-ci mərtəbəsində yerləşir. Qanuni 3 otaqlı, 121 kvadrat. Ümumi sahədən ibarətdir mənzilimiz. Binanın yeraltı qarajı, geniş həyəti mövcuddur. Bina tam yaşayışlı binadır. Mənzilin qiyməti 484 min manat təşkil edir. Real alıcı ilə razılıq əldə olunacaqdır. Mənzil haqqında bu qədər. Sona qədər izlədiyiniz üçün təşəkkürlər.